Avtomobil ümumiyyətlə alanda mən həmişə xaricə müraciət edirdim. Əsasən Rus, Amerikan blogerlərinin belə danışıqlarına baxırdım ki, məsələn, müəyyən bir maşın haqqında müəyyən bir fikirlərini bilirdilər, belə deyim də, icmal edirdilər ümumiyyətlə. Amma çox təqdirə layiq bir şeydir ki, bu Azərbaycanda artıq bu mədəniyyət formalaşır və blogerlər bu maşınları icmal edə bilirlər. Bizim işimizi rahatlaşdırırlar. Əslində istehlakçıların işini rahatlaşdırırlar ki, maşın gedib alanda və ya hər hansı bir nəqliyyat vasitəsini götürəndə artıq sən bilirsən ki, bu parametrlərdən belə bir məhsul alırsan sən. Yəni, və vaxtını itirmirsən, belə deyim. Yəni zaten bizim işimiz odur. Mən videolarda da bunu qeyd edirəm ki, qardaş, mən bu videoda sizə avtomobil satmıram. Avtomobil göstərirəm. Yəni gedin bunu alın, zordur, möhtəşəmdir. Heç vaxt bizdə elə sözlər olmur. Sadəcə ki, bu günlər bu avtomobildir, gəlin bir yerdə baxaq görək nəyi var, nəyi yox.